Esselamu Aleyküm. Hər vaxtınız xeyirli olsun, değerli izleyiciler. Yüce Allah Kur'an-ı Kerimdə Ali İmran surəsində buyurur ki, 191-ci ayədə, o kəslər ki, ayaqüstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar. Göylərin və yerlərin yaradılması haqqında düşünərlər və deyərlər: Ey Rəbbimiz, sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi cəhənnəm odundan, onun əzabından qoru. Ayədən göründüyü kimi, yəni ağıl sahibləri, iman əhli daim öz ətrafını düşünər. Yəni yaşadığı bu təbiəti, yaşadığı bu dünya haqqında, yer, göy, bu yaradılmış məxluqlar barədə düşünməlidir. Çünki bu düşüncə ona bir çox şeyi anlamağa kömək edəcək. Və həmçinin burada göstərir ki, insan bunların yaradılışını Allaha nisbət eləyir və görür ki, necə möhtəşəm yaradılıb, gözəl yaradılıb və əgər belə bir böyük bir insan üçün xidmət göstərilibsə, deməli Rəbbimiz ən birinci, ilk olaraq bu dünyada öz qullarına lütf eləyib. Bu təbiət, bu gözəllik, yerdə nə varsa, ağaclar, bitkilər, meyvələr, baxırsan ki, hər şey insan üçün yaradılıb, insana uyğundur. İnsanın sevdiyi rənglər, insanın sevdiyi dadlar, insanın sevdiyi iyilər, ümumən yəni yer üzərində nə varsa hamısı insanın xidmətində yaradılıb və bu özlüyündə də insanı düşündürməlidir ki, yəni məni sevən biri bunu mənim üçün belə yaradıb. Doğrudan da Yüce Allah insanlara lütf göstərib, onlara böyük qayğı göstərib bundan. Və həmçinin bununla öz qüdrətini göstərib. Və ağıl sahiblərini də bu barədə düşünməyə çağırır və ona görə də bu gözəl ayədə iman əhlinin dilindən bizə bu gözəl ayəni çatdırır ki, yəni hər zaman onlar ayaqüstü olanda da, oturanda da, uzananda da daim Allahın yaratdıqları barədə düşünürlər və dərk edirlər ki, bu boş yerə yaradılmayıb. Çünki əgər yaradan bunu yaradıbsa, deməli bunun böyük məqsədi var. Və məqsəd də elə həmən ayədə deyir ki, sən pak və müqəddəssən, yəni sən boş yerə heç nə yaratmazsan, boş bir iş görməzsən və bizi cəhənnəm odundan, cəhənnəmin əzabından qoru. Və bu göstərir ki, deməli məqsəd nədir? Məqsəd odur ki, biz bu dünyada yaşayıb daha böyük bir həyata keçək və daha böyük bir həyatda da daha böyük bir mükafat veya cəza var. Ona görə yəni iman əhli bunu düşünərək, bunu dərk edir, bunun boş yerə yaradılmadığını başa düşür, etiraf edir və uca Allahı ucaldır. Sən pak və müqəddəssən. Bu o deməkdir ki, insan Rəbbini zikr edir, Rəbbini xatırlayır, ona ibadət edir. Və beləcə də yəni nəticə nədir? Nəticə odur ki, bizi cəhənnəm əzabından qoru. Yəni cəhənnəm əzabından qoru o deməkdir ki, bizə cənnəti nəsib et. O cənnət ki, orada göz görməyən, qulaq eşitməyən necə nemətlər var, əbədiyyət var, ağrısız, acısız, problemsiz, salamatlıq diyarı var. Digər ayədə Allah Taala Ənkəbut surəsində buyurur ki, Allah göyləri və yeri haqq olaraq müəyyən bir məqsəd üçün yaratdı. Şübhəsiz ki, bundan iman edənlər üçün bir nişanə vardır. Yəni yenə oxşar ayədir. Yəni Allah göyü, yeri və gördüyümüz hər bir şeyi haqq üçün yaradıb. Böyük bir həyatın bir başlanğıcı üçün yaradıb. Və düşünən insanlar üçün bu yaradılışda bir ibrət var. Yəni insan öz xaliqini, öz yaradanını tanısın, onu ilah kimi etiraf etsin, ona ibadət etsin. Və digər Hud surəsində buyurur ki, hansınızın daha gözəl əməl sahibi olduğunuzu imtihan etmək üçün göyləri və yeri 6 gündə yaradan odur. Bu göstərir ki, bu yerin, göyün yaradılmasında əsas məqsəd elə bu dünya olmayıb. Əsas məqsəd imtihan olub. İnsanlar bu diyarda imtihana çəkilsin və uca Rəbbimiz onların hansı əməl olduqlarını onlara göstərsin. Baxmayaraq ki, o özü öncədən hər şeyi bilir. Lakin bir ədalət olaraq kimin itaətkar olduğunu və kimin itaətdən çıxdığını həm özü, həm də insanlar özləri şahid olsunlar buna. Ki sonra heç kəs deməsin ki, bizə fürsət verilmədi, biz yaşamadıq ki, sınağa çəkilək. Ona görə bura sınaq diyarıdır, imtihan diyarıdır. Bu ətrafımızda baş verən hər bir şey, gördüyümüz hər bir məxluqat özü Allaha işarədir. Əgər insan bunu düşünsə və dərk etsə ki, həqiqətən də bunu Allah yaradıb, onu böyük xaliq yaradıb, o zaman başa düşər ki, əgər bunu Allah yaradıbsa, o zaman onu boş yerə yaratmayıb, bunun bir məqsədi var. Məqsəd də deyildiyi kimi böyük bir imtihandır, sınaqdır.
bu sınaqdan keçənləri böyük mükafat gözləyir. Əksi isə ayədə oxuduğumuz kimi necə ki iman əhli cəhənnəmdən Allaha sığınır. Həqiqətən cəhənnəmin nə pis yer olduğunu Rəbbimiz özü bizə xəbər verir. Yəni onun nə qədər pis olduğunu biz dərk edə bilmərik, nə qədər ağrılı acılı olduğunu biz dərk edə bilmərik. Amma hər bir halda biz hər bir inanan, hər bir iman əhlinə, axirət barədə düşünənlərə arzu etmərik ki, Allahın cəzasına layiq olsunlar. Xoşluqla qalın. Vəssalamu aleykum və rəhmətullah.